xoşları gəlmir. Yəni yaşlı o xanəndələrdir, tanınmış ifaçılardır. Vidadi Bərdəlini bəyənmirlər, hə? Vidadi Bərdəldən əlavə elə oxuyanlar var, o yaşlı başı Qarabağ oxuyanlarını bəyənmir. Çünki Qarabağ oxuyanları deyir ki, burada bir söz var, deyir, hətta onu Bakırlılar da deyir, ala qardaşımsan, ala bunu seygaha qoyma, seygahları bunun nalədir. Yəni Qarabağ seygahı ən gözəl, Azərbaycanın hər yerində xoş yayılır. Ancaq İminli Qarabağın seygahı ayrıdır. Yəni Qarabağın seygahından yoxdur ki, yox. Zaten mən muğam ifaçısıyam. Toylarda istəyirəm ki, bir balaca muğamata da yer verək. Görürsən, bəziləri ona mane olurlar, deyirlər ki, yox, elə ancaq oynamaq mahnılar olsun. Bu oxumaqlarda fonogram olur, adam fonogram oxuyur. Bu indi oynamağın da fonograması çıxır. Ona görə ki, məsəl üçün, mən bəzi rayonlar var, orada toylarda olmuşuq, bu yaxınlarda, mən böyük oğlumdan toyda olmuşuq. Deməli, orada hansısa bir ara müğənnilərin mahnısını qoyurlar. O mahnı orada maqnitofonda mahnı gedir. Başlayırlar oynamağa. Ailə, uşaq hamısı başlayırlar oynamağa. Bəlkə həmin toy sahibləri elə mahnı istəyir ki, oraya gələn müğənni və yaxud da xanəndə oxuya bilmir, ona görə ona əl atırlar. Oxuya bilməsə də, axı bu düzgündür bu, maqnitofonu oynamaq elə, fonoqram elə bil ki, fonoqramı bir oxuyan orada yalandan ağzını açır yumur, o oynamaq da elə. Yəni, siz bir xanəndə kimi narahatsınız ki, bizim canlı ifalarımıza niyə yer vermirlər, amma maqnitofonda oxunan mahnılara yer verib, ona daha əl-qol qaldırıb oynayırlar, hə? İndi mən belə getsə, yavaş-yavaş da toya bəlkəm də müğənni lazım olmadı. Hamısı elə maqnitofonu orada, öz o Riqlovskilər var ya, onlar eləyirlər. Onlar görürsən, qoydular bir... Telefonu da, bəli, telefonla da oynayan var, ha? Telefonu qoyurlar, telefona saxırlar, telefonundan başlayırlar, oradan səs ucalır, başlayırlar oynamağa. Onda belə getsə, bazarınız bağlı qalacaq, ha? Bağlı qalacaq, həmişə dədə babamız belə oynamayıb axı bizim.